Akıl Bakdadı kanalında sizə haqq gəldək. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin nağılı rəngli boşqab. Nahar süfrəsi hazır idi. Fizzə xanım dadlı yeməklər hazırlamışdı. Şahpulov və rəngli tərəvəzlərdən salat. Nadir qaşqabaqlı halda süfrə başında oturdu. Gülüzlü balam, niyə qaşqabaqlısan? Ana, mən bu yeməkləri istəmirəm. Bəs nə yemək istəyirsən? Cipsi. Anası gülümsəyib dedi. Əzizim, axı cipsi bədəninə və beyninə xeyirli deyil. Gözlə, sənə maraqlı bir şey göstərim. Nadir çiyinlərini çəkdi. Anası dolabdan gözəl bir rəngli boşqab çıxartdı. Anası dedi. Bu rəngli boşqab yalnız sağlam yeməklər üçündür. Hər gün birlikdə bu boşqaba sağlam yeməklər düzsək, görərsən necə ləzzətli olar. Nadir əvvəlcə razılaşmadı. Amma anası dedi. Gəl bugün birgə dadlı salat hazırlayaq. Nadir dedi. Salat heç ləzzətli deyil axı. Anası dedi. Gəl özün hazırla. Al bu pomidorları 2 yerə böl. Aha, əla. Biraz qarğı dalı əlavə elə. Afərin. Biraz pendir də at üstünə. Nadir özü hazırladıqca gördü ki, bu ərzaqlar bir yerdə necə gözəl görünür. Bir neçə gün keçdi. Özü hazırladığı yeməyi artıq həvəslə yeyirdi. Anası dedi. Cipsi və keks kimi yeməklər bəzən xoşuna gələ bilər. Amma sağlam yeməklər daha gözəldir. Yeməyi oyun kimi təsəvvür elə. Tək bir oyunu oynasan darıxarsan. Amma müxtəlif oyunlar oynasan, daha çox əylənərsən. Nadir gün keçdikcə cipsi və keksdən uzaqlaşdı. Mətbəxdə anasına kömək etməyə başladı. Hər gün yeni bir sağlam yemək hazırlayırdılar və birlikdə çox əylənirdilər. Bir gün məktəbdə dostları cipsi yeyəndə Nadirə də təklif etdilər. O, bir ədəd cipsi götürüb dedi. Çox sağ olun, bu qədər bəsdir. Neçə vaxtdır sağlam yeməklər yeyirəm, özümü daha yaxşı hiss edirəm. İstəmirəm bu dəyişsin. Dostları soruşdu. Axı cipsi daha dadlıdır, tərəvəz dadlı deyil. Bəs sən bunu necə bacardın? Nadir dedi. Özüm hazırlayıram. Özün hazırlasan, yemək daha dadlı olur. Bəzən meyvə salatı, bəzən tərəvəz şorbası, bəzən toyuq hazırlayırdılar. Nadir başa düşdü ki, sağlam qidalanmaq darıxdırıcı deyil. Əksinə, bir əyləncədir. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.